Dostlar, sizi hoş gördük. Bugün de konağım İskender müəllimdir. Bizim her şeyin təzəsi, deyir dostun köhnəsi. İllərin həmkarı, məsləkdaşı. Dostum, sizə hoş gördük, hoş geldiniz. Bu isti ocağın qırağında xeyli vaxtdır ki, bağlantılarımızla, dostlarla canlı yayım edə bilmirdik. Bugün də nəhayət bir vaxt tapdıq. Uyğundur. Çayımızdan deyirəm yavaş yavaş udum içək. Söhbətimizə başlayaq. İlerleyen dəqiqədə mövzumuz insan, təbiət, texnologiyadır. Bugün hər üçü vəhdətdə yeniliklərlə demək olar ki, dolub taşır. Nə qədər biz insan potensialı, əqli, onun qabiliyyəti bu yönə, bu yola biz yönləndirsək də yenə informasiyanın arxasınca sürünürük. Bax, nə gözəl ocaq yanır, onun öz çırtısı, o yandan ritmik musiqi bizim təbii söhbətimizə inanıram ki, müşayiət edəcək. Eyni zamanda bir 10 dəqiqədə yığcam bir kiçik video ilə tilisimi qıracaq, sükutun necə deyərlər, artıq bir aydan, 2 aydan çoxdur ki, biz canlı yayımda deyilik. Onun da nənəm demiş, qılçını qıracaq. Beləcə bir daha sizləri xoş gördük. İskəndər müəllim, siz necəsiz? Təəssüratınız necədir? Bizim bu YouTube proqramından ağlınız nə kəsir? Maraqlıdırmı? İzləyənlər varmı? Doğrudan aktuallığı varmı? Siz bir görürəm, həm həyatla maraqlı, həm də məni yaxından təqib edən, həm ruh, əqidə mənə yaxın dünyamızın, düşüncələrimizin ətrafında biz hər zaman ağlın yolu birdir. Mərifət, elm, ədəb, bunun ətrafında bütün müdrikliyi biz dəstəkləyirik. Beləcə bir yolçu, bir yolun yolçularıyıq. Çünki deyir, dostluğu mənə göstər, sənin kim olduğunu mən deyim. Sizcə insan, təbiət, texnologiya necədir? Necə bu veriliş, bu proqram, bu görüş özünü doğruldurmu? Əflatun müəllim, öncə mən sizi və izləyicilərin hər birini salamlayıram. Sizin bütün verilişlərə diqqətlə izləyən bir insan kimi, keçmiş, uzun illər birlikdə çalışmış bir yoldaş kimi çox dəyər verirəm, qiymətləndirirəm. Çox dəyərli, çox məntiqli sizin verilişləriniz var. İndi açığı mən bu mövzu insan, təbiət, texnologiya. Hər bir mövzunun seçilməsi, yəni ki, elə gəlmir də, onun hardasa bir mən düşüncə əsasında yaranıbdır. Öncə bilmək istərdim bu mövzunu seçməkdə, yəni sizi əsas nə vadar elədi deməyək, yəni ki, sizi əsasən nə əsaslandırdı bu mövzunu seçməyə? Doğrudan elə yanaşmanız da, elə özü də məntiqlidir. Əlbəttə ki, insan, təbiət, texnologiya, bunun üçündən kənarda heç nə təsəvvür etmək mümkün olmaz. Hər şeyin mərkəzində, fokusunda insandır. Nə varsa insana xidmət edir. İnsanın əqli ilə, insanın şüuru ilə, idrakı ilə hər şey öz həllini tapır. Beləcə bir deyim var, derdim ki, sorğulayan varsa, sorğulanan da var. Sorğulayan yoxsa zaten sorğulanan da yox. Sorğulayan da əsas rolda bizik. Nə, niyə, kim, harda, nə vaxt, necə? Bu 6 sual bizə hər şeyi öyrənməyə sövq etdirir. Biz insan olaraq gəlişimizin, varışımızın, oluşumuzun və bu dünyada bir iz buraxıb getməyin demək olar ki, hər zaman axtarışındayıq. Beləcə, yəni insan ta ibtidaidən bu günə qədər yarada bir arxada qərinələri qoydu və bu təkamül prosesi, texniki, texnoloji özünün gəldi pik həddinə çıxdı. Bugün görürsünüz, texnologiya o qədər irəlilədi ki, artıq süni zəka devrinə qədəm qoyduq. Yenə ortada insandır.
Baxın, belə bir gözəl metafora var. Deyir, süni zəkaya soruşurlar, sənin yaranışın, meydana gəlişin insanlara biraz qorxu, həyəcan, vahimə də gətirir. Siz doğrudanmı bu qədər qorxulusunuz? Siz baxın, süni zəkanın metaforasında deyir ki, əslində mən sizə kömək üçün yaradıldım. Məni yaradan da sizsiz. Mən təbii zəkanın məhsuluyam. Və siz məndən deyil, siz süni insanlardan qorxun. Süni insanların nə elədiyi, necə olacağı bəlli deyil. Maskalı təbii zəkanın arxasında süni davranışlardan siz qorxun. Biz bir proqramıq. Bizə nə deyərsiniz, biz sizin ağıllı yardımcınızıq. Bəli, buna görə də insan dediyimiz kimi hər zaman mövzumuzun mərkəzindədir. İnsan hər şeyi Allah insanın vəsfində, insanın yaradılışında Nəsimi demişkən kim ki surətində görmədi Vahid Nəqqaşını, Vahid Nəqqaş yaratmış onun başında gözünü. Yəni baxın Nəsiminin, yəni insanda yaradılışa, yaradana, dünyaya, dərk-i dünyaya olan münasibətində bir hürufi düşüncəsində yenə insanı qabardır. İnsan Allahın yaratdığı, özündən yansıyan bütün dəyərləri insanda, insanın daxili potensialında axtarmağı önərir, yön görür. Beləcə də deyir, səni bu camal ilə, kamal ilə qorxdular, haqq deməyə döndülər, insan dedilər. Yenə Nəsimi, yenə Nəsimi. Beləcə Nəsimi, Nizami, bu şeyx, axund, filosofların dünyasından gəlib 25-ci il, 21-ci əsrdəyik. Bugün bəli, artıq iqlim, klimat dəyişdiyi bir devirdir. Görün, COP29 öz-özünə keçilmədi. İnsanlar havada bilirik ki, 78% atmosferin tərkibində azot olmalı, 21% oksigen olmalıdır. Qalanı kimyasına görə onun təsirsiz qazlar olmalıdır. İndi əksəriyyət, baxın, böyük şəhərlərdə izdiham, trafik, maşın egzozları o qədər artıb ki, karbon 2 dediyimiz, oksigenden başqa hər şey var. Buna görə təbiət, bir gün əvvəlki təbiət deyil. Yenə insanın üzərinə o yük düşüb ki, nə etsin? Evrim, tərəqqi, texnoloji yeniliklərlə təbiəti qoruyaq. Yoxsa ana təbiət öz gözəlliyindən, öz füsunkarlığı ilə insana xidmət etməkdə artıq zorlanır, çətinləşir. Baxın, təbiət hadisələri, anomaliyalar, nə qədər kataklizmalar yaşanır, təbiətin dəngəsi pozulur. Bu, sivilizasiya cüzü ilə bərabər texniki tərəqqi gətirirsə də, həm də problem gətirir. Problem böyük şəhərləri yaşanmaz hala gətirir. Kənd təsərrüfatı çətin vəziyyətə düşüb, iqlim dəyişikliyi baş verir, mövsüm özünə görə anomaliyalarla ortaya çıxır və beləcə, yəni dediyiniz kimi insan, təbiət, texnologiya bu baxımdan mənim üçün çox önəmlidir. Bunun üçün də zaman-zaman bizim görüşlərimizdə, canlı videolarımızda bacardığımız qədər şərh eləməyə çalışırıq. Bağlantılarımızda dostlarımızı məlumatlı tutmağa çalışırıq. Siz də sağ olun ki, bu qədər bu əhəmiyyətli mövzuya diqqət etdiniz. Elə sualınızın özü çox məntiqlidir. Çox təşəkkür edirəm. Bu çox gözəldir ki, insan və təbiət, texnologiya. Təbiət təbii sözündən götürülüb. İnsana da dəyər vermək çox müsbət bir anlayışdır. Bəli. Deyir, belə bir şey var. Deyir, əgər ağrı hiss edirsənsə, canlısan. Bəli. Amma başqasının ağrısını hiss edirsənsə, insansan. Çox İnsana dəyər vermək, insanlığa dəyər vermək həqiqətən də çox böyük bir anlayışdır. Sizin bu verilişi çox təqdirə layiq hesab edirəm. Təşəkkür edirəm. Əlavə olaraq siz peşəkar texnoloqsuz, həm də bu sahənin ən böyük zirvəsi olan artıq müəllimlik, tədris etmək peşəsinə də yiyələnmisiniz.
İstərdim bu texnoloji, üçüncü mövzumuz olan texnologiya barədə öz fikirlərinizi deyərdiniz. Həm bizə, həm izləyicilərimizə xoş olar məncə. Çox təşəkkür edirəm İskəndər müəllim. Əlbəttə ki, siz sağ olun. Bilirəm, özünüz də peşəkarsınız. Həm məsləkdaşımsınız, həm əqidədaşımsınız, həm ruhdaşımızsınız. Biz bir əqidənin ətrafında bütün yenilikləri, inkişafı, tərəqqini, təkamülü biz hər zaman müzakirə edirik. Belə də bir maraqlıdır mövzuya keçid etməzdən. Oradan Türk qardaşlarımız bir qarında yatana qardaş deyirlər, qardaş. Amma bir əqidəni, bir ruhu, bir yolçuluğu, əqidənin içindən gələn dünya görüşünü paylaşanlara əqidədaşlıq deyirlər, yoldaşlıq deyirlər, ruhdaşlıq deyirlər, çiyndaşlıq deyirlər. Eləcə biz bu yolda bu texnologiyanın, rəqəmsal dünyanın gətirdiyi mövzuların içində bugün rəqəmsallaşma transformasiyasını yaşayırıq. Əsrimiz bugün rəqəmsal əsridir. Biz desək, inanın ki, mən 99-cu ildə nazirin müşaviri, onun birinci müavini vəzifəsini icra edəndə elə Allahımdan şahidimsiz. Siz də orada İşlər İdarəsinin rəhbər vəzifələrində çalışırdınız. Biz elə oradan da bərabər bu yeniliklərə elə təməldən yol yoldaşlığı etmişik. Qrup yaratmaqda bərabər internetin konsepsiyası, vahid avtomatlaşdırma konsepsiyası, eyni zamanda rəqəmsallaşma, ateistlərin elektronlaşması, bunların hamısını bu yolu bir bərabər irəlilədik. Və bu qaçılmaz bir prosesdir. Bax, yeni bir fikir deyəcəm, ilk dəfə seyircilərimiz dinləsin. 98-ci ildə internet idarəçiliyinə keçid oldu. Bunu bizim cənab nazir o vaxt rəhmətli Nadir müəllim çox çətin anlayırdı. Deyirdi, internet çətin məsələdir və o inanmırdı, sağ olsa görərdi də və gördü də bir müddət. Allahdan rəhmət diləyirik. Cəmi dünyasını dəyişən fədakar həmkarlarımıza, ağsaqqallara bəli, can sağlığı diləyirik dünyada olanlara. Onlar indi bugünün inkişafını ki, bax 98-də internet idarə etməsi 25-də hansı zirvəyə gəldi, çıxdı. İndi isə baxın, Google'dur, Microsoft'dur, bu yeniliklərin içində böyük portallar, nahənglər artıq süni zəka ilə inteqrasiya oldu. Necə ki 98-də inanmırdılar ki, internet bu qədər irəliləyəcək. İndi isə deyirəm, süni zəka axtarış portallarından çox artıq bilirəm yox, düşünürəm mərhələsinə keçdi. Necə ki düşünün, biz yolu bilirik, naviqasiya ilə gedirik, biz səmt olaraq gedə bilərik, çünki yolu bilirik. Amma Waze proqramı bugün, o da süni zəka içəriklidir. Waze demir ki bilirəm, Waze deyir mən görürəm. Yəni indiki dünya artıq böyük verilənlərin, nahəng informasiya selinin üstündə big data deyirlər. Bu big datanı emal etmək lazımdır. Buna görə də süni zəka artıq zarafat deyil. 25-ci ildə mən deyərdim ki, üzü irəli 30-cu illərə süni zəka daha da dərinləşəcək, bilirəm deməyəcək. Necə biz axtarış edəndə Yandex'də, Chrome'da, bu brauzerlarda, Google'da, böyük portallarda deyirdi, buyur bizə linkləri verirdi, informasiyanı verirdi, hər şeyi vizual, audio, bütün demək formatlarda arzu elədiyimiz kimi təqdim edirdi. İndi İskəndər müəllim artıq onu bizə emal edib verəcək. Yəni süni zəka düşünür artıq insan kimi. Duyğular, bizim hisslərimiz ona proqramlandı. Bugün proqram artıq arxa planda, ön planda bunlar sıx inteqrasiya oldu. Bizim nə düşünürük, necə düşünürük özündə birləşdirdi. Beləcə yenilik nədir? Artıq üçüncü deyərdim ki, rəqəmsal transformasiya inqilabı 5-ci sənaye inqilabına qədəm qoyur. Və 5-ci sənaye inqilabının astanasındayıq biz və bu bizə özü ilə bərabər yeni sürprizlər,
heyrətləndirəcək, təəccübləndirəcək layihələrlə doludur. Məhz bu səbəbdən mənim müəllimliyim də, mövzular da, fənnim də hamısı doğmadır, sənətimin davamıdır. Rabitə sahəsindən sonra yüksək və internet sferasında yüksək texnologiyalarla bunlar inteqrasiya olunub, fənlərlə, nəzəri bilik, istehsalatdan gəldiyim təcrübə biliyinə yoğruldu, bir vəhdətdədir. İnanıram bizim gələcəyin Z nəsli bugün, yeni nəsil, alfa nəslə bu biliyi biz ötürəcəyik və onlar da bizim təcrübə və nəzəri biliklərimizi birlikdə faydalanmış olacaqlar. Doğrudan da nəzəriyyə təcrübəsiz səmərəsizdir, təcrübə də nəzəriyyəsiz kordur. Deyilənə görə hər ikisinin birgə vəhdəti hər zaman məhsuldardır, arzu olunandır. Bax bu səbəbdən bugün texnologiyanı və müəllim sənətimlə birlikdə eyni zamanda baxın bu sosial platformalarda da təbliğ edirəm və özümüzü də gəlişdiririk, üzərimizdə çalışırıq. Çünki bu sahə nə tələb edir? Müəllimlikdən çox bələdçilik, mentorluq, moderatorluq, tutorluq, bunların hamısı bir sahəni nə edir? Özü ilə inkişaf etdirməyə sövq edir. Biz daha çox bu yeniliyin içində tələbələrə yol göstərə bilərək, onlara yönünü müəyyən etməyə kömək edə bilərik və yardımcı olmaqda bir bələdçilik edə bilərik. Bu işin də çalışırıq ki, layiqincə öhdəsindən gələk. Əflatun müəllim, sizinlə bu mövzuda söhbət aparmaq çox maraqlıdır. İzləyicilərimiz üçün də bilirəm ki, çox maraqlıdır. Çox yaxşı düşündükcə, dərinə getdikcə çox maraqlı mövzu seçmişsiniz. İnsan, təbiət, texnologiya. Hər şey insan üçün yaranıbdır. Yəni hər şeyin istifadəçisi insandır. Ona görə də indi izləyicilərimizin də çox vaxtını almamaq üçün sizə qısa bir bilmək istəyirik, əslində öyrənmək istəyirik. Bu insan texnologiyadan istifadə edirik. Bayaq dediniz ki, siz öncə süni intellektin inkişafından, pik həddinə çatmasından və insanlar təlimatlanması lazım, istərdim bilək, necə təlimatlanır? Yəni gələcəkdə hər şeyin sonunda yəni ağıllı insan öz təhlükəsini düşünməlidir. Yəni bütün insanlar üçün bunun təhlükəsizliyi necə olmalıdır? Yəni maraqlı suallar mənə gəlir. Bəli, əlbəttə ki, internetin, yüksək texnologiyaların, süni zəkanın gəldiyi bir devirdə istifadə əsas məsələdir. Ağıllı istifadə diqqət mərkəzində olmalıdır. Sui-istifadələrdən qaçılmalıdır. Məqsədli proqramlar, maarifləndirmə çalışmaları, treyninqlər, ictimai əsaslı kurslar, informasiya cəmiyyətinin dərindən bu işə cəlb edilməsi, vətəndaş cəmiyyəti, informasiya cəmiyyəti, eyni zamanda dövlət, özəl, qurum hamısı sıx vəhdətdə insanlığa yönəli maarifləndirmə işində doğru düzgün onun müsbət tərəflərini mənimsəməkdə, onu təbliğ etməkdə, faydasını tətbiqlərdə göstərməkdə maraqlı olmalıdır. Bu bir adamın işi deyil. Bugün smartfonlar, internet, həm zombiləşmə, həm insanları asılı vəziyyətə salma, yeni nəsli təsir altında bugün xəstəlik səviyyəsinə qədər gətirmə, insanlar sui-istifadə ilə yeni nəsil, bu Z nəsli, alfa nəsli, bu 95-dən yüzü bəri gələnlər hamısı o qədər aludə olublar ki, artıq depressiya düşəcək qədər bu internetdə bağlı olublar. Valla sanki elə bir durum yaranıb ki, insanlar robotlaşır, robotlar isə insanlaşır, insaniləşir. Robotlaşmada insanlar zombiləşmədə sərhəd tanımasalar, vaxtında təbiətlə, insan şüuru ilə, təbii əlaqələrlə geriyə dönüm və sağlıqlı idman, sağlam bədəndə sağlam ruh olar düşüncəsi ilə bunları rejimə salmasa, faydalı şəkildə istifadə etməsə, AI-dan niyə qorxsunlar, süni zəkadan niyə çəkinsinlər? Süni zəka zaten
bizim yaratdığımız bizə yardımcı bir proqramdır. Lazım olanda istifadə et, lazım olanda təbii kitablardan da təması kəsmək olmaz. Təbii kitablar bugün onların vərəqlədikcə insanın dostluğu, təbiət necə bizi özündə ovundurur, bizə rahat gəlir, istirahətimizi onun güşəsində, qucağında edə bilirik. Eləcə də kitablarda biz ruhumuz dincəlir. Bir kitabı götürüb neçə əsrlər keçmişə səyahət edə bilərik. Əgər hesab et, Nizami 12-ci əsrdə yaşayırsa, Xəmsən əlinə götürüb vərəqləməklə 12-ci əsrə gedərsən. 9-cu əsrdə Firdovsi yaşayıbsa 9-a gedərsən. Eramızdan əvvəl deyək ki, Roma imperiyası var, tarixi götürər, oxuyarsan, Spartakla, Fironlarla, müxtəlif kitablarda müxtəlif tarixlər yatır. Ona görə bu kitabı da yer gəlmişkən tərənnüm edim. Təbiəti xüsusi olaraq qeyd etdiyim kimi Qabarda yeni nəsillə ağıllı iş aparılmalıdır. Bağçadan tutmuş, bugün uşaqlar bilirsən, körpələr nə edir? Daha çox oyun oynayırlar. Bu iqra oyun sənayesi də böyük pul qazandırır. Uşaqları bugün ondan qorumaq lazımdır. Xüsusi proqramlarla maarifləndirmə işləri aparmaq lazımdır. Ailədə, məişətdə, cəmiyyətdə hər zaman bu tip işlər smart və rəqəmsal dünyadan bu rəqəmsal savadlılığın içində iş aparmalıdır. Rəqəmsal qeyri-bərabərsizlik var, rəqəmsal uçurum var. Paytaxtla rayon arasında, rayonla kənd arasında, ağıl arasında bu bərabərliyi təmin etmək lazımdır. Qeyri-bərabərlik, bu uçurum aradan götürülməlidir. İnsanlar rəqəmsal savadlıq əldə etməlidir. Bugün kiber təhlükəsizlik problemləri var. Yaşlı nəsil kartla nağdsız ödəmələrdə çətinlik çəkirlər. Ən çox nədir? İndi sosial manipulyasiyalar edirlər. Vətəndaşın kodunu, parolunu, loqinini öyrənirlər. Ona görə tanımadıqları linkləri, tanımadıqları zəngləri, tanımadıqları şübhəli proqramları açmamalıdırlar, girməməlidirlər. Onları bilən, onlarla münasibət quranlar təbii ünsiyyətdə və bildikləri sağlam yollarla, kanallarla olmalıdır. Və beləcə, dəyərli dostum, təşəkkür edirəm. Siz də mənə rəfaqət etdiniz. Bir proqramın, bir görüşün də sonuna gəlirik. Musiqimiz orada dinlənir. Arxamızda ocağımız yanır. Əlimizdə çayımız. Beləcə hər kəsə can sağlığımı arzulayıram. Bir qurtum da içim icazə ilə. Fürsətdən istifadə edib Əflatun müəllim, bizə dinləyən izləyicilərə belə bir tövsiyə xarakterli fikrimi çatdırmaq istəyirəm ki, Əflatun müəllimin çıxışlarına, verilişlərinə qulaq asanda sizi hər hansı bir məsələ maraqlandırırsa, bu yeni bu müasir texnologiyalarla bağlı, çox şad olardı ki, Əflatun müəllim elə bizdəki həmin o kommentlərdə, yəni şərhlərdə öz suallarınızı, fikirlərinizi, tövsiyələrinizi, təkliflərinizi bildirəsiniz. Çox məmnuniyyətlə Əflatun müəllimlə hər birini haqqında öz fikirlərini, məlumatları sizə bildirəcəkdir. Var olun, sağ olun. Sonda tələbələrimi, həmkarlarımı, eyni zamanda məsləkdaşlarımı mən unutmuram. Hamınıza can sağlığı arzulayıram. Bütün geri dönümlər, geri dönüşlər, sizin o canlı, qaynar, şərh, komment, like, kanalıma abunə olaraq belə interaktiv, canlı, həyatı, bizi maraqlandıran suallara, fikirlərə, şərhlərə də münasibət bildirmək mənim üçün çox şərəf olar və yeri gəlmişkən bir kiçicik görüşün, mövzunun da sonuna gəldik. Sizə də çox dərin təşəkkürümü bildirirəm. Sağ olun. Məsləkdaşlıqdan əksik olmayasınız. Sizin simanızda cəmi bu sahədə bugün ayaq tutan, özünü gəlişdirən, bugün mən də varam, cəmiyyət quruculuğunda iştirak edən bütün məsləkdaşlarımıza da buradan ateşli salam deyirik hər ikimizdə. Sağ olun. Var ol, sağ ol.